Orxan indi buraya yaxınlaşır. O da mənim köhnə tanışımdır. Hətta mən onun akademiyasında məşqçi işləmişəm. Bir-iki kəlmə də Orxandan eşidək. Təbrik edirik Orxanı. Təşəkkür edirəm. İlk görüşdə yaxşı mübarizə apardınız. Bir qədər yarış haqqında hər komandanın üzvləri gəlirlər, danışırlar, söhbət edirlər. Sizin də fikirləriniz maraqlıdır bizə. Nə söyləmək olar? Onu deyə bilərəm ki, əvvəlcə Azərbaycan Basketbol Federasiyasına böyük təşəkkürlər. Oradan da möhtəşəm təşkil olunub həvəskarlar üçün möhtəşəm bir yarış atmosferi var və mən ümid edirəm ki, bu yarış Azərbaycanda basketbolun daha da tanınmasına son illərdə bilirsiniz ki, ölkəmizdə bir işıqlanma var və bu da təkən olacağına inanıram. Oyunda da çalışdım ki, yaxşı oyun göstərim. Təbii ki, oyunda... Amil Əmzəyev izləyirdi, Orxanla ən yaxın dostlarımdan biridir. Bəlkə də izləyirdi. Bəli, digər oyuncularımız da buradadır, milli komandanın oyuncularından. Amil Əmzəyev də gələcəyini bildirmişdi. Ümid edirəm ki, izləyir, ona da böyük salamlarımız. Sabah oyunları var. NTD-dən, axırıncı oyunda. Bütün oyunlarında. Sən burada olursan, mən görürəm. Orxan, bəlkə də burada ən çox bu iştirakçılar arasında basketbol oynanan gələn şəxsənsən. Yaxşı oynayan. Yəni, basketbol liqasının oyunlarına, peşəkar liqanın oyunlarına ən çox gələn sənsən. Bəli. Mən baxıram burada, ən tanış sima sənsən. Bir də Abdullah'ın çəkmək olar, gəlir oyunları izləyir. Yəni, insanlar dəvət eləmək lazımdır arenalara. Basketbol çox maraqlı, çox əyləncəli idman növüdür. Uşaqların həm beyni, zehni inkişafını dəstəkləyir. Uşaqların sümük inkişafını dəstəkləyir. Siz özünüz də peşəkar mütəxəssissiniz. Mən bilirəm, badminton üzrə yəni peşəkar səviyyədə badminton da oynamışsınız. Basketbola dəstək olursunuz. Bəli. Bir sözlə gəncləri çağırış edin. Mütləq. Övladınızı mütləq, sağlam, əyləncəli, uşaqlarımız əylənməlidir. Bu cür möhtəşəm oyuna yazdırmalısınız. Bütün valideynlərə çağırış eləyirəm. Övladınızı basketbola yazdırın və inanın ki, peşman olmayasınız. Bəli. Təşəkkür edirəm Orxan Mən bəy sizə. təşəkkür edirəm. Uğurlar arzulayıram növbəti oyunlarda və inanıram ki, siz maksimum bacardığınız qədər irəli gedəcəksiniz. Bəli, çalışdığımız qədər Favoritlər bilinir amma, favoritlər var. var, bəli. Favoritlər iki komanda var, məsəl üçün bu çox maraqlı adı var, Can Cigers və Media Kings. Mən bu iki komandanın favorit görürəm, bilmirəm. Media Kings. Media Kings. Mən hesab edirəm ki, onların ilk rəqibləri daha zəif idi. Onlar bizlə oynayanda onların gücü bəlli olacaq. O da maraqlıdır. O da bir fikirdir və mən inanıram ki, sizin komanda, idmançılardan təşkil olunmuş komanda rol alacaq yaxşı Bəli, əsas bu nöqtələrdə. yarışdan zövq almaq lazımdır. Bu pozitivliyə yüklənmək lazımdır. Qələbə qazanan olacaq, məğlub olan olacaq. Amma əsas burada iştirak eləmək, bu yarışın bir parçası olmaq deyə düşünürəm. Uğurlar sizə bir daha təbrik edirəm. İlk Təşəkkür qələbə edirəm. münasibəti ilə. Çox sağ olun. Uğurlar. Çox sağ olun. Bəli, növbəti oyun Baku Bowers və Warriors Team arasında olacaq. Nadir, favorit kimdir bu oyunda? Ümumiyyətlə Favorit əlbəttə ki, yenə də Warriors. Abdullah, əlbəttə ki. Abdullah'ı hələ ki, necə deyim, spisikdən çıxarmaq olmaz, siyadan çıxarda bilmərik, bəli. Hələ Abdullah var. Bakuda kimi var? Baku Ballers'da. Baku Ballers'da Kimlər? Deməli Malik, bloger, o da tanınmış blogerdir. 11 nömrəli oyunçu bir qədər tanınmış da. Mən 11 Səyid, qardaşı. Tontonun qardaşı. Dolu oğlan var, balaca. Səyid də pis deyil. Tonton da yəqin hardasa buradadır. Bilmirəm o necə biz görmürük. Onu görməmək mümkün deyil. Onu çağırarıq. Heç aparıcıya deyə, aparıcıya. Aparıcıya deyə Nadir bəy. ...31 nömrəli ilə 24 nömrəli çox super videolar, çox super bloglar bəlkə görmüsən. Onlar da blogerlərdir. Maraqlı vloglar çəkirlər belə. Bəli. Görmək istəyirik biz o 11 nömrəli oyunçunun qardaşıdır, səhv eləmirəmsə o. Tonton. Gəlsə bura söhbət edərdik. Axtarırıq onu. Əslində onu görməmək mümkün deyil. İndi bilmirəm. Hardadır? Tapılar. Abdullah yenə də topladı. Burada onun üçün çətin olmaz məncə. Çox rahat keçdi, Çox rahat. Bir dənə floater. Hiss olunur həqiqətən də. Təcrübə hiss olunur.
Səid başlayır. Səid də axır qoşuldu məşqlərə. Əvvəl məncə heç fikri də yox idi bəlkə də oynamaq. Gözəl Gözəl ötürmə. paslar, yenə gözəl pas. Ötürmə etmədilər ona, gedişdilər burada. Bax topda itiriləcəkdi, az qalmışdı. Abdullah məncə üçlü yoxlayacaq. Yox, yoxlamadı. Yenə floater. Lövhədən Yox, təmiz. Burada fərq hiss olunur, təmiz. fərq hiss olunur. Ümidvaram ki, axıra kimi hiss eləyəcək. Düzdür, yenə də getdikcə artıq o birisi komandalarda yaxşı oyunçular var. Və orada biraz çətin olacaq Abdullah'a. Çünki hündür oyunçular var. Hündür və onun İstər köməkçisi yoxdur komandada. Bəli, istərsəməz hündür oyunçunu tutalım ki, İlkingel'in komandası. Orada bir problem var. Orada 2 nəfər hündür oyunçu olacaq meydanda. İkisi də bitirə bilir və Abdullah yəqin ki, birini saxlayacaq, amma o birisi boş qalacaq. Bəs bu komanda necə formalaşır, Nadir? Komanda formalaşıb. Kim bu komandanı ərsəyə gətirib? Bu şəxslər nə işlə məşğuldurlar? Hansı sahədə çalışırlar? Mən bir gün əvvəl familiylə danışdım bu haqda. Abdullah da blogerdir, dediyim kimi. Yox, o bir şəxslər. O bir şəxslər də blogerdir. Amma belə Fərdi tanımırsan. Fərdi ancaq məşqlərdən, yəni ki, yarışdan qabaq tanımırdım. Və komandanın formalaşmağı səhv eləmirəmsə Ruslan və başqa deməli təşkilatçılar komandaları bölürdü, çalışırdılar. Belə bu formada. Bəli. Abdullah hələ ki ancaq floaterlar yoxlayır. Ən düzgün məncə budur. Ən düzgün budur. Rəqibi Əlbəttə ki. keçmək yaxın məsafədə. Abdullah üçün də çox təhlükəlidir. Başa düşür ki, o 2 addımla yapa getsə, bəlkə zədə də ala bilər. Çünki burada yenə dedim, hamı düzgün müdafiəni bacarmır və ona görə floater'ı seçir Abdullah. O da düzgün qərardır. Əslində dünya basketbolunda da ən belə deyək, garantili atışlardan biri bacaran üçün. Çətin atışdı, amma basketbolçular blok qoya bilmirlər bu atışa. Çox dəyərli bir atışdır. ümumiyyətcə floater bloklanmır. Əgər düzgün floatersa, qabağında 3 metrli oyuncu da dayansa, onu bloklaya bilməz. Bəli. Abdullah da o qərarı verib, amma getdikcə növbəti oyunlarda artıq keçəcək layuplara, üçlüklərə, çünki lazımdır, bəli. Lazımdır. İndi bir qədər çəki artır basketbol oynamadıqsa, idmanla məşğul olmasa, amma yenə də fikir verirsinizsə o hərəkətlərdə Tərpənməyi çox yaxşıdır, fake'ları çox ayaq yaxşıdır, hərəkətlərində fərq hissi texnikası. olunur. Hətta üçlü zərbələrdə, üçlü atışlarda yaxşıdır. Sadəcə də gördüyün kimi. Çox sərt oynadılar ona qarşı da. Bir neçə dəfə Abdullah belə zədələr alsa artıq o da ola bilər ki, problemlər yaşasın. Neçə doğumludur, neçənci il doğumludur? Abdullah səhv eləmirəmsə 97-ci il təvəllüddür. 97-ci Hələ indi il. də oynamaq şansı var idi, 29 yaş. Əlbəttə ki, sadəcə karantin necə çox oyunçunu belə deyim, yoldan çəkdi. Düz. Çətin dövrlər idi. Və nə qədər insan öz karyerasını, öz işini dəyişdi. Məcburiyyətində qaldı. Bəli, Malik. Axır məşqlərdə Malik başlamışdı düşməyə. Mən bilirdim ki, yarışda nəsə eləyəcək. Abdullah məncə foul gözləyir. Abdullah bilə-bilə indi çox foul edər. onu vadar eləyəcək, bəli, foul eləməyə. Hakimlər çox gücləşdirlər. Çünki Abdullah sərbəst atışlarda yaxşıdır. Burada end one görə bilərdik. Çox maraqlı olardı. Yo, belə hakimlər çox da sərt epizodlara yalnız reaksiya verirlər. Belə gücləşdi. 3 nömrəli oyuncu haqqında demək istəyirəm. 3 nömrəli oyuncu model kimi və müğənni kimi fəaliyyət göstərir və maraqlı bir fakt deyim, mən uşaq olanda o da basketbolla məşğul idi. Amma karyerasını tez bitirdi. Deyəsən boyuna görə onu elə bir modelliyə yönəltdilər və o həmin yolu seçdi. O da onun öz qərarıdır. Hörmətlə yanaşmaq lazımdır. Amma biz Nofel də görsək yaxşı olardı. Köhnə basketbol. Bəli, Nofel bəzi problemlərə görə iştirak eləyə bilmədi. Səhv eləmirəmsə olub gənclərdə ibarət oynayıb, bəli. Və Nofel burada olsaydı artıq Abdullah'ın bir nəfər rəqibi olacaqdı. Eyni, demək olar ki, eyni səviyyədə, bəli. Məsələ yaddaşı imkan verir ki, basketbol hərəkətlərini düzgün yerinə Çox gözəl ötürmələri var. Çox gözəl girişləri var səbət altına. Çox maraqlı layupları var. Ümumiyyətcə biz onunla çox oynamışıq bir-birimizə qarşı.
O da çox Nofel Aslanov. Nofel Aslanov, Açılış bəli. tədbirində bizdə O da müğənniliyi seçdi. musiqiləri səsləndirən şəxs olub. Özdə qeyd eləmək istəyirəm ki, o sırf opera müğənnisidir. Estrada müğənniliyinə o sonradan səhv eləmirəmsə keçdi. Onun çox gözəl opera səsi var. Görmək gözəl olardı amma yəqin işinə görə, peşə Bəli, fəaliyyətinə bəli. görə gələ bilməyib. bu yarışa. Növbəti Media Liqada, növbəti yarışlarda məncə biz onu çox görəcəyik. Hesab 1-1 çox maraqlı. Çox maraqlı. Mən bunu dəqiqə gözləmirdim qalıb. sözün düzü. Çox çəkməz. Çox çəkməz. Mən bilirəm ki, Abdullah öz üzərində Məncə də, götürüb məncə də, hər məncə şeyi də. bitirəcək. Bəlkə elə indi də onunla məşğuldur. Fol qazanmaq istəyir yenə floater. Onlar var əslində. Onlar var. Sadəcə Sadəcə gedirlər. ümumiyyətcə 3-şə daha kobud idman növüdür 5-5-dən. Orada bəzi şeylər hansı ki 5-5-də foldur, 3-şədə fol deyil və burada ondan da artıq kobudluğa imkan verirlər və tamaşaçılar da mübarizə izləyir. Burada biz hər şeyə fit çalsaq heç bir mübarizə görmərik. Olmaz. Hesab artıq 1-2-dir. Warriors qabağı keçib. Abdullah 3-dür, yoxlayır. Çox yaxın idi xalq Çox yaxın idi, bəxti gətirmədi yenə də. Nəsə bu gün üçlüklərdə tam da bəxti gətirmir. Jump ball, top səbətə ilişmə. Hakimlər də nadir fikir verdinizsə işarə edirlər. Rəqib komanda topu götürən kimi dərhal Bəli, xəttdən kənara çıxmaq lazımdır. Onlar yadlarından unuturlar çıxmasın, tez-tez, bəli. bəli. Perimetri tərk eləsin. Oo, Çox gözəl ötürmə. Bunu bitirmək lazımdır, heyf. bu ötürməni Çox gözəl xilas ötürmə. etmək lazım idi. Çox gözəl ötürmə idi və Malik yenə də çalışır. Məncə nəsə eləyə bilər. Biraz double dribble'larda. Malik nə işlə məşğul olurdu? Wow, üçdü. Malik blogerdir. O da belə deyim, başlayan blogerdir və çox yeni başlayan blogerdir və çox qısa bir zamanda tanına bildi. Fol Abdullah problemlər yaşayır. Çünki təkdir. Mən dediyim kimi Abdullah və vaxt gedir. və mən Vaxt gedir, Warriors udzur. mən bu haqqda sənə demək istəyirdim ki, nə qədər də tək olsan, yenə də bu oyun əgər 3 nəfərli oyundursa, sənə tək çətin olacaq. Komanda var. Əlbəttə ki, sənə tək çətin olacaq. Abdullah yenə də bitirir. Yenə də mən inanıram ki, Abdullah bu oyunu çıxara biləcək. Sadəcə qabaqda artıq ağır oyunlar var. Səid indi əvəz olunmaq istəmədi və çox maraqlı bir atış atdı o, əlbəttə ki, Ötürməyi də atış idi, o bilmədiyini girsəydi o idi. da çox bir maraqlı bir şey olardı. Floater yenə də, amma bu sayılmayacaq. Follar Ruslan Xalıqov tam qərarını artıq bildirmişdi ki, mən bunu saymayacağam Abdullah. Follar artıq da olub. Nadir. Follar Bir da olub. Bir fol artıq limit. Artıq fol olsa 2 atış. Bəli. 2 atış. Məncə bu sondur. O komanda çatdırmalı deyil idi 7 fola. 10 foldan sonra əlbəttə ki, özün də bilirsən, Bəli. artıq bütün işlər demək olar ki, həll olunur. Orada özün də atırsan, özün də başlayırsan, top oyunda olmur və ona görə çox çətin olur o birisi komandaya. Sən topu ancaq oyundan gələk qazanasan. Abdullah Bəylərov, bir xal, 100%. Artıq 58 saniyə qalıb. 2-dən 1, pis deyil. Gözəl ötürmə. Fikir vermisən yəqin ki, bu yarışda hücum vaxtı yoxdur. Yoxdur, hücum vaxtını məncə belə deyim, handboldakı kimi hakim özü passivliyə görə deyə bilər ki, get qabağı. Çünki hücum vaxtı Ehtiyac da yoxdur məncə, çünki məqsəd topu səbətə atmaqdır, hamı belə düşünür. Əlbəttə ki. Peşəkar olmadıqlarına görə, yəni belə fikirləşirlər iştirakçılar ki, topu səbətə atmaq lazımdır. artıq bir stres olacaqdı. Oyuncular üçün təsəvvür elə 3-şə basketbolda hücum vaxtına 12 saniyə verilir. Onlara da tutalım ki, 20 saniyə verərdilər. Yenə də bu stresdir oyunculara. Məncə belə açıq basketbol oynamaq daha yaxşıdır. Bəli, məncə də düzgün qərardır. Abdullah səbətin altından bitirə bilmədi. Rebound 3 nömrəli oyuncuda. Ötürmə etmək lazım. Ümiddə top. Abdullah özü bitirəcək. Yenə floater. Abdullah ancaq floaterları seçib. Çox gözəl ötürmə. Heyf. Çox gözəl ötürmə. Məncə topu saxlayacaq Abdullah. Bəli.
Hücum oynayacaq Abdullah, hücum. Müdafiə olunmalısınız. Malik, müdafiə olunmalısınız. Fold eləyə bilərsən, nəsə elə. Oy oy oy, yaxşı ötürməkdir. Hücumu yenə də saxlamalıdır, yenə saxlamalısan. Wow! Sayılmadı, sayılmadı. Double dribble. Fikirləşdim ki, end-one olardı. Deyəsən ilk end-one olardı bu yarışda. Yox, olmamışdı. Olmamışdı, ilk end-one olacaqdı. Amma məncə biz görəcəyik yəni end-one'ları. Artıq qələbə rəsmiləşmək üzrədir, 2 xallıq lazımdır Bəli, yaşlarına. 10 saniyə yaxın durur ki, üçlü getməsin. Wow! Bu olsaydı Abdullahın işləri çətinləşərdi. Bu da belə. Abdullahdan biz almışıq. Almışıq. Təbriklər Bakı Warriors. Növbəti oyunlarda görək.